Bağışlayan və mehriban Allahın adı ilə. Əziz izləyicilərimiz, 14 TV efirində Kərbəla hadisələrinə həsr olunmuş Kərbəlanın Sədası proqramında hər birinizi xoş gördük. Artıq Tasu'a gününə yetişmişik. Kərbəla tarixində əhəmiyyətli mövqeyə, məqama malik olan bu gündə qonağımız ilahiyyatçı Hacı Nuhbala Rəhmovdur. Hacı, xoş gəlmişsiniz. Xoş görmüşük. Dəvətimizi qəbul etdiyinizə görə sizə ayrıca minnətdarlığımızı bildiririk. Allah sizə də əcr versin. Allah bizi dünya və axirətdə Əhl-i Beytidən ayırmasın inşallah. Təşəkkür edirik. Hacı, birbaşa Tasu'a mövzusuna keçid etməmişdən əvvəl bir müqəddimə kimi belə bir sual ünvanlamaq istəyiriksə ki, səmavi dinlərdə bəşəriyyətin nicatı hansı əhəmiyyətə malikdir? Bismillahirrahmanirrahim və bihi nəsta'in və huvə xeyru nasihin və mu'in. Esselamu aləl Hüseyn və alə Ali ibn-i Hüseyn və alə avladil Hüseyn və alə ashabil Hüseyn. Esselamu aleykum cəmiən və rəhmətullahi və barakatuh. İlk öncə Həzrəti İmam Hüseyn əleyhissalamın əzalı günləri münasibəti ilə ağamız İmam-ı Zaman başda olmaqlıqla böyük alimlərimizə, mərcəklərimizə, möminlərə, möminələrə, əhl-i beyt sevərlərə, dünyanın məzlum millətlərinə başsağlığa ərz eləyirəm. Pərverdigar-ı aləm bizi dünya və axirətdə düz yoldan, haqq yoldan ayırmasın inşallah. Amin. Səmavi dinlərdə insanların nicat tapması əhəmiyyətlidir. O nöqteyi nəzərdən ki, insanlar vicdana və yaradana tabi olmalıdır. Vicdan Allahın insanın zatında yaratdığı gözə görünməyən bir peyğəmbərdir, çağırışçıdır. Səmavi dinlərə biz baxanda, biz baxıb görürük ki, Tövrat kitabında, ki səmavi kitabdır, onun ilk ayəsi sev sözü ilə başlayır. Yəni, insanları sevin. Və gərək ki, Tövrata iman edənlər insanları həqiqi mənada sevsinlər. Əgər bu Allahın sev əmrinə tabi olmasalar və özlərindən uydurma, humanitar fikirlər, ideyalar uydursalar və Allahın sev ideyası, əqidəsi kənarlaşsa, bu insanlar nicat tapmayacaq. Və baxırıq, görürük ki, Zəbur kitabında, Bəni İsrailə ki, nazil olan Zəbur kitabında Allah təbarəkə və teala ilk ayəni, ilk kəlməni yaşat əmri ilə başlayıb. Yəni, insanların yaşamasından ötəri, insanların rifahından ötəri, insanların dünya və axirətinin abad olmasından ötəri əlindən gələn yaxşılıq eləginə. Amma biz bu günləri zamanəmizdə bunun tam əksin görürük. Yəni, Allah xüsusi bir millət üçün deyil, Allah xüsusi bir qəbilə üçün deyil. Pərverdigar-ı aləm, aləmlərin Rəbbidir. Subhanallahi Rabbis səmavati vəl-ard. Allah o Allahdır ki, 7 göyün və 7 yerin, Subhanallahi Rabbis səmavati vəl-aradun, 7 yerin və 7 göyün Rəbbidir, pərvəriş verəndir. Və bu Allah sonraki peyğəmbərinə, ulul əzm peyğəmbərinə kitab nazil eləyibdir və ilk əmri, tapşırığı insanları yaşat. Və insanları yaşatmaqdan ötəri əlinizdən gələni edin. Əgər insanlar nicat tapmaq istəyirsə, bu buyruğu əməl etməlidir. Əgər nicat tapmaq istəmirlərsə ki, günümüzdə bu aktual mövzudur, yəni görsənir ki, nicat tapmaq istəmirlər və yaxud da ki, istəmirlər bəzi qüvvələr ki, insanlar toplum şəkildə nicat tapsınlar. Ona görə də bu ilahi əmirdən get-getə uzaqlaşırlar və bizim Qur'an-ı Kərim, müqəddəs səmavi kitabların sonuncusu Qur'an-ı Kərimdə də buyurur ki, Bismillahirrahmanirrahim,
İqra bismi rabbikellezi halak. Oxu Allahın adı ilə. O Allahın adı ilə ki, səni xəlq elədi. İndi biz neyniyək ki, zamanəmizdə bəzi dırnaqarası şəxslər meydana çıxıblar ki, elmi dindən ayrı hesab eləyirlər. Handa ki, Allah təbarəkə və təalanın bir adı alimdir. Bəli. Yəni, elm deyəndə, elm odur ki, səni Allaha aparsın. Allah fizikanı yaradıb, qanunlarını yaradıb, riyaziyyatı yaradıb. Allah coğrafiyanı, yəni yerin səthi kütləsini Allah yaradıbdır. Və Allah burada çayların axınıdır, dağların yerə mismar kimi olmasıdır, buludların səmada getməsidir. Bunların hamısını nizamlayan Allahdır. Bəli. Əgər insan yəni necə alim olar? Ya fizika alimi olar, ya riyaziyyat alimi olar, ya coğrafiya alimi olar, ya tarix alimi olar. Əgər bu elmlərin hər birisini Allahdan kənar bilirsə, sizcə, mən sizə sual eləyirəm. Bu elmləri Allahdan kənar bilən kəs sizcə nicat tapa bilərmi? Təbii ki, xeyr. Təbii ki, xeyr. Və nə zaman ki, oxu ayəsinə Allah buyurduğu tərzidə, Allahın ayəni nazil etdiyi səviyyədə biz insanlar, bəşəriyyət iman edərsə, bəli, o zaman labuddur ki, Allah da həmən bəşəriyyəti nicata aparsın. Çün Pərverdigar aləmin bir adı da Cəbbardır. Yəni, sən Allah deyənə qulaq asson, Allah səni məcbur eləyər ki, sən düzələsən. Eyni zamanda Allah deyənə qulaq asmason, Allah səni məcbur eləyər ki, zəlalətə gedəsən. Bəs nəticədə səmavi dinlərdə insanların nicat tapmasının əhəmiyyəti insan bir insan olaraq daxilindəki vicdan deyilən gözə görünməyən Peyğəmbərin çağırışına qulaq asıb yaxşılıqlara özün sövq eləməlidir, pisliklərdən özün çəkindirməlidir və Allah Subhanahu və Taalanın əmrlərinə gücü çatdığı miqdarda riayət eləməlidir. Ondan sonra dünyanı Allah düzəldər inşallah. Təşəkkür edirik Hacı. Elə sonda ki, birbaşa olaraq yaxşılığa dəvət, pislikdən çəkindirmə vurğuladınız. Bu da bilirik ki, İslamın əsas təlimlərindəndir. Elə bu barədə sual vermək istəyir ki, bəs İslam dininin özündə insanların nicat tapması üçün daha hansı yollar təqdim olunub? Bu yaxşılıqlardan başqa, yaxşılıqlara dəvətdən, pislikdən çəkindirməkdən, iman gətirməkdən başqa hansı şəxsiyyətlər insanlar nümunə göstərilib? Belə Əhl-i Beytin timsalında belə götürsək. Bilirsiniz, səmavi dinlərə müraciət eləyəndə, səmavi dinləri təbliğ eləyən o öndərlərə müraciət eləyirsən, görürsən ki, xristiyanlar, yəni xristiyan dininin nümayəndələri, öndərləri iddia edirlər ki, insanlar yalnız və yalnız xristiyan dininə mənsub olduğu təqdirdə Allah onların günahını bağışlayar. İsa Məsihə biz iman etmişik. İsa Məsih bizim ulul əzm peyğəmbərlərimizdən biridir. Lakin İsa Allahın oğlu deyil. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan əhəd. Hələ bu mövzulara daxil olmayaq. Onlar xristiyan dininə mənsub olanların liderləri iddia edirlər ki, yalnız xristiyanlıqla nicat tapa bilərsən. Və onun müqabilində Yahudi dininə mənsub olanlar iddia edirlər ki, yalnız bu dinə sitayiş eləməklə nicat tapa bilərsən. Amma bu günləri ki, dünya fəryad eləyir ki və iddia edirlər ki, tolerantlıq, qarşılıqlı dini dözümlülük, görək Qur'an nə deyir? Qur'an buyurur ki, Qur'an-ı Kərim, Maidə surəsi 69-cu ayədə. Bismillahirrahmanirrahim. İnnəl-ləzinə amenu. O kəsləri ki, iman gətiriblər. Vəl-ləzinə hadu. Və o kəsləri ki, hidayət olublar. Və sabiunə, istər sabiinlərin dinində olsun. Sabiinlər
bəzi rivayətlərə görə Nuhun dininin davamçılarıdır. Bəzi rivayətlərə görə İbrahimin dininin davamçılarıdır. Nuh da Allahın peyğəmbəridir, ulul əzm peyğəmbəridir. Həzrəti İbrahim Xəlilullah da, Sabiinlər də onların həqiqi davamçılarıdır. Sonradan təhrif olublar, onlardan işimiz yoxdur. Həqiqi davamçılardan gedir. وَالصَّابِعُونَ və Sabiin dinində olanlar. وَالنَّسَارَ və Nəsara dinində, Xristiyan dinində olanlar. وَمَنْ آمَنَ بِاللّٰهِ və hər o kəs ki Allaha iman eləyir. Fərqi yoxdur. Yahudi dinində olsun, Nəsara dinində olsun, Sabiin dinində olsun. Hər o kəs ki mən amənə billahi, hər o kəs ki Allaha iman edər, vəl yevmil axir və axirət gününə iman edər, və əmilə salihən və həyatda yaşadığı sürəcə salih əməllərlə məşğul olar. Fəla xovfun aleyhim və lahum yəhzanun. Qiyamətin günündə onlar üçün heç bir qorxu, heç bir qəm, kədər yoxdur, onlar qəm yeməsinlər. Ayənin təfsirinə varid olanda, ayənin yəni zahiri sənə göstərir ki, balam, istəyirsən müsəlman ol. Demirəm mən sənə fars ol, ərəb ol, hər nə oldunsa da ol, amma əhli ədəb ol. Allah deyir ki, üzr istəyirəm hamımızdan, Allah deyir ki, adam ol, insan ol. Əgər sən Adəm deyilsənsə, insanı xislətə sahib deyilsənsə, deməli sənin dinin yoxdur. Bəli. Çünki biz Kərbaladan gördük ki, Həzrəti İmam Hüseyin əleyhissalamı öldürənlər arxasında namaz qılırdılar. Bəli. Namaz bitəndən sonra onu ox atırdılar. Allah belə namaz qılan istəmir. Allah belə müsəlman istəmir. Allah hansı namaz qılan istəyir? İnnəs salata tənha ənil fəhşai vəl münkər. Allah qatında namaz o namazdır ki, səni fəhşadan, yəni rüsvay edici günahdan və münkərdən və Allahın çəkindirdiyi, irgəndirdiyi günahlardan səni qorusun. Əgər səni o namaz qorumursa, sən o Allah deyən müsəlmandan deyilsən. Bəli. Amma o Sabiin, o Nəsara, o Yahudi dünyada Allaha iman edə və inana ki ölümdən sonra həyat var və həyatda salih əməllərlə məşğul ola, heç kəsə haqsızlıq etməyə, İslam da bunu deyir də. Allah da bunu deyir də. Allah buyurur ki, فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ. Onların heç bir qüssəsi, qəmi, kədəri olmasın, onlar qiyamət günündə qəm yeməsinlər ki, Allah onlara heç bir əzab, əziyyət etməz. Bax, budur dini dözümlülük. Ay qərbin baş bilənləri ki, bizim dinimizə dil uzadıb, təxribat yaradıb, bizi öz kökümüzdən ayırıb özlərinə çəkmək istəyirlər bu gözəl adlarla. Əgər doğrudan da siz tolerantlıq istəyirsinizsə, siz elə Qur'ana iman getirin də. Sizin dininizdə ki, dini dözümlülük yoxdur. Sizin dininiz deyir ki, yalnız bu dində nicat taparsan. Allah isə bizim dinimizdə buyurur ki, fərqi yoxdur. Əgər sən Allaha və axirət gününə iman etmisənsə və həyatda salih əməllərlə məşğulsansa, deməli sən Allah deyən adamsan, sən heç bir qəmin, kədərin olmasın, heç bir qorxun olmasın. Və təfsir alimləri bunu mötərizarası demək istəyirəm ki, o kəslər ki, hətta bizim zamanəmizdə yaşayır. Əgər doğrudan da onlara İslam dininin həqiqətindən heç zat çatmayıbsa, bunu xüsusi olaraq altını çizərək qeyd edirəm. Həqiqətən də onlara İslam dininin həqiqətindən, batinindən, gözəlliyindən zamanəmizdə heç nə çatmayıbsa, lakin onlar Allaha iman edib, axirət gününə inanıb, öz dinlərində sabit qədəm qalıblarsa, öz dinlərinin pak qayda qanunlarına rəayət eləyirlərsə, həyatda vicdanla yaşayıb, heç kəsə haqsızlıq etmirlərsə, bu ayə onlara da şamildir. Çox gözəl. Yəni ki, İslam mürtəci din deyil. Budur böyüklük. Bəli. Budur ümum bəşəri din. Budur Allahın həqiqəti. Budur Muhammed Aleyhisselam'ın dəvəti. Ləkum dinukum vəliyədin budur. Sizin öz dininiz özünüzə, bizim öz dinimiz özümüzə. Yəni siz məni dinimdən çıxardıb öz dininizə qatmayın. Əgər doğrudan da siz din ardıcansızsa, doğrudan da siz Allah'ı sitayiş etməklikdən ötəri təbliğ eləyirsinizsə, onda gəlin bu dindən örgənin.
Bu dində bütün ümum bəşəri dəyərlər təlqin olunur, təsdiq olunur, təbliğ olunur. Allah bizi bu dini İslamda sabit qədəm eləsin inşallah. Amin. Amin hacı, təşəkkür edirik. Hacı, belə bir maraqlı məqam var ki, möminlərin əmiri Əli əleyhissalamda buyurduğu kimi, haqq şəxslərlə tanınmaz. Şəxslər haqqla tanınırlar. Bəli. Amma çox maraqlıdır ki, bizim də təlimlərimizdə İmam Hüseyin əleyhissalam nicat gəmisi adlandırılıb. Bəli. Bu haqda zəhmət olmasa. Həzrət Əlinin çox məşhur kəlamidir. Xəvariclərlə ki, cəng eləyirdi. Xəvariclər Siffin müharibəsində Əmr ibn Asın göstərişi ilə, fitnəsi ilə ki, artıq Muaviyyə ordusu Əli ibn Əbi Talibin ordusuna məğlub olurdu. Malik Əştəri Nəxəi bir qılınc məsafəsi, təqribən 30-40 addım ki, Muaviyyənin çadırına məsafə qalmışdı. O qədər yaxınlaşmışdılar ki, küfrün kökün kəssinlər. Orada bunlar fitnə işlətdilər. Yəni, müsəlmanların cəhalətindən istifadə edirlər. Qur'anları nizəyə vurdular ki, yəni, biz də əhli Qur'anıq, siz də əhli Qur'an, siz bizi niyə qırırsınız? Bu cürnə. Və Həzrət Əlinin ordusunda olan bəzi cahil cühal özlərini Əli ibn Əbi Talibdən daha öndər, daha ağıllı, daha Qur'anpərvər hesab eləyərək sayları da təqribən 12 mindən çox idi. Ayrıldılar Əli əleyhissalamın dəstəsindən, dedilər ya cəngi saxla ya da sənə qarşı savaşırıq. Təəssüf. Orada Həzrət Əli əleyhissalam onların şüarına bu sözü dedi. Onlar şüar elədilər ki, la hukmə illa lillah. Allahdan başqa heç kəs hökm eləyə bilməz. Əli ibn Əbi Talib buyurdu ki, kəlimətul haqq yuradu bihəl batil. Söz haqq sözdür. Həqiqətən Allahdan başqa heç kəs hökm eləyə bilməz. Lakin ondan batil məqsədlərdən ötəri istifadə eləyirlər. Bəzən zamanımızda da görürsən ki, namaz qılmır, oruç tutmur, çaxır içir, zina eləyir, ailəsi hicaba riayət eləmir, Allahın bütün haramlarını aşkar şəkildə eləyir. Məkkə vaxtı gəlib satanda deyir ki, o qədər pulu niyə aparın Məkkədə xərcləyirsiniz ki? Hələ burada fağıra, fuqarayı verin ki, Allahın da xoşuna. Burada Allah düşür yadına. Və yaxud da ki, indi bəzi məhərrəm əzadarlığında elə iradlar tuturlar ki, yəni insan məəttəl qalır ki, Pərverdigar aləm, bunun ki dindən xəbəri yoxdur, bunun ki din marağında deyil. Bu iddiaları niyə tutur? Deyirsən, qurban olum sənə ya Əli. Söz haqq sözdür. Amma batil məqsədlərdən ötəri istifadə eləyir. Və Həzrət Əli əleyhissalam o kəs ki gəldi, yaxınlaşdı, dedi ki, ya Əli, mən necə sənə iman edim ki, mən necə səni haqq bilim ki, qarşı tərəfdə bir vaxt cəng elədin, orada Təlha və Zubeyr o Peyğəmbər xanımı durmuşdu, indi də cəng elədiyin adamlar Qur'anı nizəyə vururlar. Və necə səni haqq bilməyim ki, sənin haqqında Peyğəmbər əleyhissalam buyurdu ki, Əliyyun haqqun və haqqul mə'əl Əli, yədurul haqqu heysuma darəl Əli. Əli haqqınandır, haqq da Əli iləndir. Əli ha tərəfə çönsə, bu çox vacibdir ya. Əli haqqa tərəf yox, Əli ha tərəfə çönsə, haqq o tərəfə çönər. Həzrət Əli orada bu məşhur buyurduğumuz kəlamı buyurdu ki, siz əvvəl haqqı tanıyın, sonra haqqın cərgəsində duran kişiləri tanıyarsınız. Və qaydırıq İmam Hüseyin əleyhissalatu vəssalama. İmam Hüseyin əleyhissalam Əli ibn Əbi Talibin oğlu idi. Yəni o kişinin oğlu idi ki, Allah haqqın haqq olmaqlığını Əli ibn Əbi Taliblə sübut eləyirdi. O kişinin oğlu idi. Haqqın meyyarı idi. Və Fatimətüz Zəhra salamullahi əleyhanın oğlu idi. Fatimə Zəhra kim idi? Hədisi qudsuda buyurur ki, Fatimə əmətəllah, mubğiduhum lənəhumullah. Fatimə Allah xanımıdır. Deyir, Peyğəmbər əleyhissalam deyir, mən Meyracda gördüm ki, Firdovsul Əlanın qapısında yazılıb, La ilahə illallah, Muhammedən Rasulullah, Əliyyun vəliyyullah, İnnəl Həsənə vəl Hüseyn, Hucacullah, Fatimətun əmətəllah, mubğiduhum lənəhumullah. Allahdan başqa Allah yoxdur, Muhammed Allahın rəsuludur, Əli Allahın valisidir, həqiqətən Həsən və Hüseyn Allahın hüccətləridir, Fatimə Allah xanımıdır. 4 dənə Allah xanımı var.
124 min peygamber var. 124 min Bəli. Allah kişisi var, peygamber var. Ama 4 tane Allah hanımı var. Hazreti Asiya, Hazreti Meryem, Hazreti Hadicetul Kubra salamullahi aleyha ve Hazreti Fatımetuz Zehra seyyidetun nisa'il alemine minel evveline vel ahirin. Evvelinden ahirine. Hazreti Hüseyin aleyhissalatu vesselamın atası Ali ibn Abi Talib, anası Fatımetuz Zehra, babası Ceddi Muhammed el-Mustafa sallallahu aleyhi ve aleyhi. Ve Hazreti Peygamber hatta uşaq ikən buyurmuşdu ki, Əhabballaha mən əhabbə Hüseyna. Herkes ki Allah'ı sevir, Hüseyin'i sevir. Ve onun əksi. Herkes ki Hüseyin'i sevir, Allah'ı sevir. Bu meyardır. Allah sevgisinin meyarı İmam Hüseyin aleyhissalatu vesselam'dır. Bunu kim buyurub? Hazreti Muhammed el-Mustafa. Hazreti Peygamberin sözü həqiqətdir. Bizim için kanundur ya yok? Kanundur. Hardan deyirsən? Necm suresi 3-4. aya. Ve ma yantiqu anil hava in huve illa vahyun yuha. Bu kişi heç bir sözü özündən demez. Məgər Allah ona vəhy eləyər, o buyurar, o danışar. Başka söz ola bilməz. İndi sən Hazreti Muhammedin sözün koyup ayrı bir adamın sözün dalıcan gedirsənsə, sen ne üzlə peygamber dininin iddiatçısısan? Bəli. Başa düşdün? Bəli. Peygamber aleyhisselam buyurub ki, innel Hüseyne misbahul huda ve safinetun nicat. Həqiqətən mənim balam Hüseyin misbahul hudadır. Yani hidayet çırağıdır. Ve safinetun nicat. Ve nicat gemisidir. Hidayet çırağı biz dualarımızda baxırıq ki, Ali ibn Abi Talib Kumeyl duasında buyurur ki, ya nurel mustafhişine fi'z-zulem ya alimen la yuallem nurel mustafhişine fi'z-zulem. Ey o Allah ki karanlık zulmətləri öz nuru ilə dağıdar. Qaranlıq zülmətlər təkcə gözümüzlə gördüyümüz qaranlıq zülmət deyil. Bəzən insanın ruhu, təfəkkürü, düşüncəsi, xasiyyəti, daxili aləmi elə qaranlıqlara qapanır ki, insan ağ valideyn olur, Bəli. insan evladını, ailəsini, xanımını qətl eləyir, Bəli. insan qonşusunu qətl eləyir, insan 10 manat pula görə 70 yaşında qadını öldürür. Siz baxırsınız xəbərlərə. Yəni bunlar ruhları qaranlığa qapanmış, məhkum olunmuş kimsələrdir. Bəli. Bunları bu günə qoyana lənət gəlsin. Bunları bu günə qoyublar yəni. Bunları bu günə, bu xüsusiyyətə, bu qaranlıqlara sürükləyiblər. Və Allahın nurudur ki, bu zülmətləri aradan aparar, insanlığını aşkar eləyər. Allahın nuru da hüccətlər vasitəsilə aşkar olar. Və həqiqətən İmam Hüseyin əleyhissalamın zamanəsi elə bir qarışıq, elə bir keşməkeşli zamanəyə təsadüf etmişdi ki, insanlar yalnız və yalnız Yezid kimi fasik, mürtəci, mındar, itbaz, qumarbaz, çaxırbaz adamı Peyğəmbər əleyhissalamın mənbərində görərək ona əmir-əl-müminin demirdilər. Yəni bu söz kifayət eləmirdi. Hətta Hüseyin ibn Əlini də ona beyət etməyə məcbur etmək istəyirdilər. Belə bir qaranlıq zülmətdə idi ki, Peyğəmbər əleyhissalam 50 il sonraya, 100 il sonraya işarə edib ki, həqiqətən mənim balam Hüseyin misbahul hudadır, hidayət çırağıdır. O zaman Hüseyinlə olsa sizin zehninizə, ruhunuza hopmuş qaranlıqlar aradan qalxar. Və səfinətun nicat və Nuh Peyğəmbərin gəmisinə minənlər təlatümdən nicat tapdıqları kimi siz əsrlər boyu Hüseyin əleyhissalamın cərgəsində olmaqlıqla həmən əsrlərin, həmən zamanların, həmən fitnələrin təlatümündən xilas ola bilərsiniz. Ayrı cür mümkün deyil. Buna görə də biz Həzrəti İmam Hüseyin əleyhissalatu vesselamın əzadarlığını, Həzrət İmam Hüseyin əleyhissalamın adını, Həzrət İmam Hüseyin əleyhissalam və cəmi əhl-i beyt əleyhissalatu vəssalamlarla bağlı olan həm İmam Həsən, həm İmam Hüseyin, İmam Zeynəl-Abidin, İmam Baqir, İmam Sadı ta İmam Məhdi əcəlallahu teala əleyhə qədər olan bütün ilahi nurların təcəllasından ötəri çalışırıq. Ki insanların zehni, insanların fitrəti bunları tanısın. Bəli.
Bunlarla tanış olsun. Bunlarla tanış olandan sonra insanlar bilər ki, valideynə necə hörmət eləmək lazımdır. Şəhidə necə hörmət eləmək lazımdır. Vətəni sevmək imandandır hədisi ondan sonra aydın olar. Torpağı düşməndən necə müdafiə eləyərlər. Allahın dinində Allaha necə bəndəçilik eləyərlər. Ki, doğrudan da biz öz əsrimizdə də, bu təlatümlü zamanda da İmam Hüseyin əleyhissalatu vəssalamın bir daha nicat gəmisi və hidayət çırağı olmasının bir daha şahidi oluruq. Allah bəsirəti olmayanlara da bəsirət nəsib eləsin inşallah. Amin. Təşəkkür edirik Hacı. Hörmətli tamaşaçılarımız, məddahımızın çıxışından sonra yenidən sizlə birgə olacağıq. Bizi izləməyə davam edin. Ya Hüseyin diyenler, ey kara giyenler, geldi mahi maltem, heyyete gidenler. Ya Hüseyin diyenler, ey kara giyenler, geldi mahi maltem, heyyete gidenler. Hüseyin'in eşki, Pançuba safadi, Hüseyin Azizi Hayy Kerbeladi. Hüseyin'in eşki Pançuba safadi, Hüseyin Azizi Hayy Kerbeladi. Ya Hüseyin medet, ya Hüseyin medet, ya Hüseyin medet, ya Hüseyin medet. Ehli eşke cansan, şahidi cahansan, mefkhari peygamber, havmi Kur'ansan. Ehli eşke cansan, şahidi cahansan, mefkhari peygamber, havmi Kur'ansan. Hüseyin-o minni səslədi peygamber, olub diyadun ehli alem ezber. Hüseyin-o minni səslədi peygamber, olub diyadun ehli alem ezber. Ya Hüseyin medet, ya Hüseyin medet, ya Hüseyin medet, ya Hüseyin medet. Kalbimin safası, derdimin devası, bizlere behişti kanlı Kerbelası. Kalbimin safası, derdimin devası, bizlere behişti kanlı Kerbelası. Başımda çok şuru sefa varımdı, ürəkdə eşki Kerbela varımdı. Başımda çok şuru sefa varımdı, ürəkdə eşki Kerbela varımdı. Ya Hüseyin medet, ya Hüseyin medet, ya Hüseyin medet, ya Hüseyin medet. Eşki asıtanın olub dehsan, eşkimin esiri ey şah-ı şehidan. Eşki asıtanın olub dehsan, eşkimin esiri ey şah-ı şehidan. Değer bu alem serverim Hüseyin'di, varımdı fəxrim, rəhbərim Hüseyin'di. Değer bu alem serverim Hüseyin'di, varımdı fəxrim, rəhbərim Hüseyin'di. Rəhbərim Hüseyin'di, serverim Hüseyin'di. Ya Hüseyin medet, ya Hüseyin medet, ağa. Ya Hüseyin medet, 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 ya Hüseyin medet. Değerli tamaşaçılarımız, siz Kərbəlanın Sədası
proqramını izləyirsiniz. Qonağımız ilahiyyatçı Hacı Nuhbala Rəhimovdur. Hacı, Kərbaladan danışarkən Tasu'a günü ümumiyyətlə məxsusi qeyd olunur. Bilirik ki, Aşura günü təbii ki, qeyd şərtsiz Kərbəlanı tərənnüm edən gündür. Birbaşa Kərbəlanın geniş mənada tərənnüm edir və bir növdə xülasəsidir. Amma bununla bərabər Tasu'a günü də məxsusi qeyd olunur. Ümumən götürsək, Tasu'a günü həm də faciənin yoxsa səadətin başlanğıcı idi. Zəhmət olmasa bu haqda. Tasu'a günü Aşura gününün bünövrəsidir. Bəli. Tasu'a günü azadlıq carçısının, yəni Hz. İmam Hüseyin əleyhissalatu vəssalamın məzlumları zülmətdən nura tərəf dəvət etdiyi gündür. Təbii ki, saadətin başlanğıcı bir gündür. İnsanlar Tasu'a və Aşura gününün nə zaman ki mahiyyətini dərk ediblər, qollarındakı, ruhlarındakı, bədənlərindəki qandalları, əsarət qandallarını qırmağı bacarıblar ki, qandaldan azad olan da təbii ki, xoşbəxt, saadətmənd adam olar. Tasu'a gününü niyə məxsusi, yəni söhbətlərdə, tarix kitablarında məxsusi olaraq daha çox Aşura günündən, daha çox Tasu'a günü qeyd olunur? Əvvəla tarixə nəzər salanda Tasu'a günü o zamanla, o illərlə hesablananda Cuma axşamı gününə təsadüf eləyibdi və Tasu'a günü Ömər ibn Səədlə Hz. İmam Hüseyin əleyhissalamın görüşü olubdu. Yəni döyüş başlamamışdan bir gün öncə. İmam Hüseyin əleyhissalam ona itmam-ı hüccət eləyibdi. Yəni hüccəti tamamlamaqdan ötəri Ömər Sədlə uşaqlığından olduqları xatirələri xatırladı. Ömər ibn Səd İmam Hüseyin əleyhissalamın evində böyüyübdü. Yəni Əli ibn Əbi Talibin evində böyüyübdü. Uşaqlıq, gənclik illərinin bir çox zamanları bir yerdə keçibdi. Və Ömər ibn Səd də əslində İmam Hüseyin əleyhissalamla savaşmağa o qədər də hazır deyil idi. Lakin Übeydullah ibn Ziyadın göstərişi əsasında ki, Ömər ibn Səd İmam Hüseyin əleyhissalamın üzərinə yeriyən orduya komandirlik eləyəcək. İmam Hüseyin əleyhissalamdan ya beyət almalıdır, yaxud da onu qətlə yetirməlidir. Və bu zəhmətin müqabilində də Rey Təbəristan hakimliyini Ömər ibn Sədə həvalə eləyəcək, fərman veriləcək, Rey Təbəristan hakim olacaq. Vəzifəbazlıq, vəzifəhəristlik Ömər ibn Sədi İmam Hüseyin əleyhissalamla döyüşə məcbur elədi. Həzrət Hüseyin əleyhissalam buyurdu ki, gəl sən bu işdən vaz keçkinə. Tasu'a günü onların ikilikdə bir söhbətləri oldu. Görüş təyin elədilər. Dedi, gəl sən bu işdən vaz keçkinə. Dedi, qorxuram. Ömər ibn Səd bahanə elədi ki, qorxuram, mən bu vəzifədən kənarlaşdırsam özümü, mənə də qətlə yetirərlər, ailəmi qətlə yetirərlər. Dedi, mən sənin özüvə də, ailəvə də zəmanət verirəm ki, xilas olub getməkdən ötəri şəraitlər yaradaram. Ki, mən bir yollar düşünərəm ki, özümü fəda eləyərəm, lakin sənin özüvə və ailəvə hesad olmaz. Ömər ibn Səd dedi ki, xeyr, bu mənə o qədər də inandırıcı gəlmir. Dedi, onda bu işi tərk elə, bu işi tərk elə. Tərk eləmirsənsə, icazə ver, mənim üçün şərait yarat ki, mən buradan çıxım gedim. Dedi, onu da eləyə bilmərəm. İmam Hüseyin əleyhissalam nəhayətdə Ömər ibn Səədə bir söz dedi. Dedi, Allahdan istəyirəm ki, Allah təbarəkə və təala sənə Rey Təbəristanın bir qətrə buğdasın yeməyi belə nəsib eləməsin. Yəni, sanki İmam Hüseyin əleyhissalam qarğıdı onu. İmamın da qarğışı, nifrini yeri göyü yandırar. Dedi, Allahdan istəyirəm ki, Allah sənə Rey Təbəristan mülkünün, nəinki özünü, heç oradan bir buğda dənəsi yeməkliyi sənə nəsib eləməsin. Ömər ibn Səd orada həyasızcasına İmam Hüseyin əleyhissalamın üzünə gülərək dedi ki, arpası da mənə yetər. Bu Tasu'a günündə insanların vəzifədən ötəri, hətta müqəddəs zatlara belə əl qaldırılmasına işarə olunur. Və Tasu'a günündə başqa bir hadisə, Şimrin əmənnaməsi. Bilirik ki, Həzrəti Əli əleyhissalamın xanımı Əbəlfəz ağanın anası olan
Ümmülbənin ana, ki əslində onun da Fatimə idi, Bəli. Bəni Kilab qəbiləsindən idi. Bəni Kilab qəbiləsi də Şimrin mənsub olduğu qəbilədəndir. Ona görə də Şimr, məlun Şimr ibn Zilcoşən hiləgərlik edib, hardadır mənim bacım oğlanları deyərək, yalandan özündən bir əmannamə, güya İbn Ziyad, güya Yezid, Əbəlfəz ağa və onun ana bir qardaşlarına aman verir ki, Hüseyni meydanda tək qoyub geçsöz, sizin özünüzə, ailənizə toxunmayacaqlar. Və Əbəlfəz ağa onunla görüşəndə dedi, Allah sənə də lənət eləsin, səni bura göndərən amannamə sahibinə də lənət eləsin. Mən Hüseyni meydanda tək qoyub getmərəm. Mən Ümmülbənin oğullar anasının oğlu olduğu kimi, həm də Əli ibn Əbi Talibin Şir Qəzənfər oğluyam. Bu, Tasua gününün xüsusi bir əlamətlərindəndir. İmam Hüseyn əleyhissalamın döyüşü təxirə salması. Axırda ki, gördü ki, bu özü də önəmli bir hadisədir. İmam Hüseyn əleyhissalam gördü ki, döyüş labüddür. Bir gün icazə aldı. Həmən o Tasua gününü icazə aldı ki, yaxşı, indi ki siz heç sada razı deyilsiniz, onda sabaha qədər bizə möhlət verin. Bu gecə biz Allahla razı niyaz eləyək, ibadət eləyək, itaət eləyək. Ondan sonra siz öz məqsədinizi həyata keçirdərsiniz. Və həmən gecədə İmam Hüseyn əleyhissalam məşhur xütbəsini elədi. Qusl aldılar. Əbəlfəz Əli Əkbər əleyhissalamı tarixdə vardı ki, 30 nəfər savari, 20 nəfər piyadə ilə Fərat üzərinə göndərdi, mühasirəni yardılar və sonuncu suyu Fəratdan getirdilər Tasua günü. İmam Hüseyn əleyhissalam buyurdu ki, atlarınızı suvarın, özünüz su için, bu su sizin axırıncı içdiyiniz sudur. Və şəhadət quslu alın, şəhadət quslu alandan sonra çoxlu namaz qıldılar, ibadət elədilər. İmam Hüseyn əleyhissalam məşhur xütbəsini buyurdu. Çıraqları söndürdü. Yəni İmam Hüseyn əleyhissalam orada 72 nəfərlə deyil idi. İndi 300-500 min nə qədər? Yəni 72 nəfərdən daha qat-qat çox nəfərlərlə idi. Dedi, çıraqları söndürün. Çıraqları söndürdülər. Və məşhur xütbəsini dedi. Dedi, ey insanlar, bilin və agah olun. Kim mənə qoşulsa, sabah Allah yolunda öldürülüb, başı nizələrə vurulacaq, əhli əyalı əsir olacaq. Bəli. Kim məndən də ayrılansa zəlalətə gedəcək. Və mən beyətimi sizin üzərinizdən götürürəm. Kim getmək istəyir, Allah salamat eləsin. Burada heç kəsi məcburən saxlamırlar və heç kəsdən də mən incimirəm. Hamını halal eləyirəm. Allah hamınızdan razı olsun, lakin bilin və agah olun. Mən istəyirəm möhtəriz arası bunu qeyd edeyim ki, dünyanın heç bir ədalətli siyasətçisi belə, ədalətli dindarı belə, ədalətli ruhanisi belə bu çıxış eləyə bilməz. Hamı ölümə gedəndə insanları şəhadətə təşviq eləyər. Hə? Bəli. Hamı ölüm 100% labüdd olan təqdirdə onların ruhlarını ruhlandırmaqdan ötəri bir cürə çıxışlar eləyər ki, nəinki cəmaat dağılsın, əksinə gəlib bunlara qoşulsunlar. Müəyyən bir fəsahət, bəlağətdən istifadə eləyər. Sizcə İmam Hüseyn əleyhissalam o variantlardan, o fəsahət, bəlağətdən birdən istifadə eləsəydi necə olardı? Amma İmam Hüseyn əleyhissalam həqiqəti buyurdu. Dedi, kim mənə bu gecə qoşulursa, sabah öldürüləcək. Allah yolunda başı bədənindən ayrılıb nizələrə vurulacaq, əhli əyalı əsir olacaq. İndi özünüz baxın. Mən beyətimi sizdən götürdüm, çıraqları da ondan ötürü söndürdü ki, gedənlər həya eləsin. Bəli. Açıq-aşkar getməklikdən utanırdılar. Utanmadan, həya etmədən, qaranlıqda heç kəsin üzün görmədən getsinlər. Mən gedənlərə haqq qazandırmıram, ha, nəuzubillah. Amma bu tarixi hadisənin, bu dahi şəxsiyyətin, insanlığın kamil nümunəsi olan İmam Hüseyn əleyhissalamın şəhadətinin belə digər şəhidlərdən fəzilətli və üstün olmasına bu hərəkət özü bir dənə xüsusi bir önəmdir. Xüsusi bir işarədir ki, bunu İmam Hüseyn əleyhissalam yaratdı. Və İmam Hüseyn əleyhissalamın Tasua günündə məşhur etdiyi əməllərdən biri də o idi ki, İmam Hüseyn əleyhissalam xeymələrin qırağında xəndək qazıdı. Xəndəyin içini çör-çöplə doldurdu.
və mizraqlarla doldurdu. O qəsdlə ki, düşmən birdən namərdlik eləyər. İmam Hüseyn əleyhissalamın əhli əyalına hücum eləyər. Elədir də. İmam Hüseyn əleyhissalamın gözü görə əhli əyalına hücum olmasın deyənə təkcə özü mövqeyi tutduğu yeri açıq saxladı. Digər xeymegahın kənarını dərin xəndəklərlə qazıb, içini çırçırpı ilə, nizələrlə doldurdu ki, düşmən namərdlik eləsə həmən xəndəklərə ot vursun ki, düşmən bu tərəfə keçə bilməsin. Bu da İmam Hüseyn əleyhissalamın həm ali dərəcədə qeyrətli olmaqlığı, həm də ali dərəcədə mərd olmaqlığı ki, öz önünü açıq saxladı. Yəni, Hüseyn ölümdən qorxma. Ey hatu minnə zillət. Bu bilirsən, nə boyda şiardır, nə əzəmətdə şiardır. Zillət bizdən uzaqdır, siz məni ölümlə qorxudursunuz. İnkana dini Muhammedun ləm yəstəqim illa bi qətli fəyasuyu fi xuzuni. Bu məşhur bir kəlamdır ki, İmam Hüseyn əleyhissalamın kəlamından götürülənib şeir formasına salınıbdır. Həqiqətən də cəhdim Rəsulullahın dini təhriflikdən, yalançılıqdan, alçaqlıqdan, xəyanətdən xilas olmazsa, məgər mənim qətl olmağımla xilas olarsa, onda ey qılınclar doğruyun məni. Bunu İmam Hüseyn kimi kişi deyə bilər. Bunu tarixdə o kişi deyibdi. İkinci bir kişiyə nəsib olmayıbdı illa İmam-ı Zamanət sallallahu teala aleyh. Təşəkkür edirik Hacı. Təşəkkür edirik Hacı. İbn Bətuta öz xatirələrində yazır ki, mən deyir Hindistan əmirlərinin birinin iqamətgahında idim. Deyir, bir şairə bir şeir sifariş etmişdi İmam Hüseyn əleyhissalam haqqında, Kərbəla haqqında. Deyir, hər şeiri oxuyub bitirəndən sonra ona ənam verirdi, bir hədiyyə verirdi və yenə də təkrarlamasını xahiş edirdi. Ta o vaxta qədər ki, şair deyir, qüvvədən düşmüşdü artıq. İbn Bətuta deyir ki, şeir fars dilində idi və mən fars dilini bilmirdim. Amma deyir, şeir o qədər təkrarlanmışdı ki, mən artıq onu əzbərləmişdim və öz səyahətnaməsində də o şeiri qeyd edir. Hacı, Kərbəlanın xüsusilə Tasua və Aşuranın təbliği və tarixdə silinməz izinin qalmasında ədəbiyyatın nə dərəcədə əhəmiyyəti və rol olmuşdur? Mən bu suala bu cür cavab verərdim ki, ədəbiyyat kimi qalmasında Tasua və Aşuranın böyük rolu olub. Çünki bizim ədəbiyyatımızın və bütün türk dünyasının ədəbiyyatının sultanı olan Sultan-ı Şüəra Muhammed Füzuli əleyhir-rəhmə dibacədə buyurur ki, Həqiqət-i Süəda əsərinin dibacəsində buyurur ki, ey Füzuli, məskənindir Kərbəla üçün şeirivün, hörməti hər yerdə vardır, xəlq onun müştağıdır. Nə qızıldır, nə gümüş, nə lə'lu, nə mirvaridir, sadə bir topraqsa, lakin Kərbəla toprağıdır. Yəni, özü etiraf eləyibdir ki, mənim şeiriyyatımın tarixdə əsər qoyması, iz qoyması, yaddaşlara həkk olması Kərbəla hadisəsindən yazmağıma görə başlamışdı. Ona görə də təbii ki, ədəbiyyatda çox gözəl surətdə tarixin müxtəlif devirlərində, çətin zamanlarında bizim gözəl şairlərimiz, yazarlarımız bacardıqları qədər İmam Hüseyn əleyhissalamın məclislərinə zinət veriblər və imamlarımız da tarix boyu buna qiymət verib. Biz İmam Zeynəl-Abidin əleyhissalamın fərəzdəqə 4000 dinar qızıl pul verməsinin şahidi oluruq ki, Hazəlləzi tə'riful bəthəu vətətəhu vəl-beytu ya'rifahu vəl-hillu vəl-haramu Hazəbnu xeyrun ibadillahi kullihimu Hazət təqiyyun nəqiyyut tahirul aləmu Ma qala la qattən illa fit təşəhhudihi Ləv la təşəhhudihi kənə la'uhu nə'amu ki, böyük bir əsərdir bu. İmam Zeynəl-Abidini vəsf eləyibdir və biz öz dahilərimizdən, Məhəmməd Füzulidən şad olmasın bu vaqiədən, şad olan könül birdən bəla və qüssədən azad olan könül Mahı mühərrəm oldu, müsərrət haramüdür, matəm bugün şəriətə bir ehtiramüdür. Yəni, təbliğ eləyiblər. Seyyid Əzim deyir, hər kəs ki Hüseyn tək olmaz aşiq, zövqi ələmi səfanı bilməz, nuş eyləməyən meyi bəlani, keyfiyyəti Kərbəlanı bilməz. Axırda deyir ki, fazil bu əzadə sinə dağlar, seyyid o şaha ümidi bağlar.
Qiyamətin günündə Seyyid o şaha ümidi bağla. Hər kim ki bu macərada ağlar, məhşərdə qəmi bəlanı bilməz. Və yaxud da Abbasqulu Ağa Bakıxanovdan görürük ki, bizim ədəbiyyatımızın bir oyaqlıq devri olubdur. Yəni ayaq üstündə qalxmaq devri olubdur ki, bu devr ibarətdir Abbasqulu Ağa Bakıxanovdan və Hacı Seyid Əzim Şirvanidən ki, rus dilini bunlar təbliğ ediblər, rus dilində oxumağı, yazmağı, bizim hədislərimizi atalar sözləri adı ilə tərcümə ediblər, paylaşıblar, ədəbiyyatımızda xüsusi yer tutubdur. Həmən o Abbasqulu Ağa Bakıxanov deyir, Kərbəla saxlaginam nəşi Əli Əkbərimi verirəm çünki əmanət sənə gül peykərimi. Bunlar yəni öz zamanələrində Xurşudbanu Natəvan söylə Hüseynə ey səba kərbü bəlaya gəlməsin, gəlsə düşər bu dəştidə dərdü bəlaya gəlməsin, söyləginən gətirməsin Kufəyə nazlı Əkbəri, bu cürünə yəni mərsiyyəsi vardı. Və onlar da öz zamanələrində İmam Hüseyn əleyhissalamın Tasua Aşurasına ağız büzənlərə belə cavab veriblər. İmam Hüseyn əleyhissalamın Tasuasına, Aşurasına bugün ağız büzülməyib ki. Yəzid ibn Muaviyyənin zamanəsindən ta indiki zamanəyə qədər. Müxtəlif insanlar olur ki, sevmir də bu adam. Necə ki, yarasa günəşi sevə bilmir, bu insanlar da İmam Hüseyn əleyhissalamı sevə bilmirlər. İndi biz neyniyək ki, İmam Hüseyn əleyhissalam tarixə şəhadəti ilə yaddaşlarda qaldı. Düzdür ya? Və İmam Hüseyn əleyhissalamı şəhid eləyənlər də həqiqətin düşmənləri idi də. Ədalətin düşmənləri idi. Mənası məntiqlə nə gəlir? İmam Hüseyn əleyhissalamı sevənlər də ədalətin, həqiqətin dostları olmalıdır. Amma biz baxıb görürük ki, bəziləri İmam Hüseyn əleyhissalamın əzadarlığına, mərsiyəxanlığına, məclislərinə, adına belə xüsusi aqressiya göstərilir. Bu əsrlərlə olubdur, var olacaqdır. Amma onlara cavab verənlər də olubdur, var olacaqdır. Mən bir dənə misal çəkmək istəyirəm. Buyurun hacı. Həsən bəy Hadi olubdu. Bəli. Qara Həsən bəy Hadi deyərdilər ona. Şair olubdu, yazar olubdu. Həsən bəy Zərdabi ilə yaxın münasibətdə olubdu. Lakin Əkinci qəzetində Aşuraya aid həcvlər yazmaqlarına görə Həsən bəy Zərdabi ilə aralarında soyuqluq yaranıb. Həsən bəy Zərdabi münasib bilməyib. Yəni bu qəzet insanların rifahından ötürüdür. İnsanların elmə təşviq olunmasından ötəridir. Çar imperiyasının zülümlərinə doğru ayıltmaqlıqdan ötəridir. Sən isə insanların arasında təxribat salırsan, insanların böyük əksəriyyəti Məhərrəm, Səfər aylarına böyük ehtiram bəsləyir. Mənim qəzetimdə bu cür şeylər çap olanda, mənim qəzetim də böyük kütlənin gözündən düşür. Bu kimi narahatçılıq edirdi. Həsən bəy Hadi bunu qəbul etmədi. Öz həcvlərini elə arada sırada, orada burada ağzına gələni Məhərrəm və Məhərrəm əzadarlarına deyirdi. Və bu səs gedir çatır Hacı Seyyid Əzim Şirvani əleyhir-rəhmənin qulağına. Ona elə bir tutarlı cavab verir ki, mən çox uzun şeirdir. Ondan 2 kuplet, 2 bənd siz və əziz tamaşaçılarımızın diqqətinə çatdırardım. Buyurur ki, Hadiyə deyir, kim deyir ağlama sən kərbü bəla sərvərinə? İmam Hüseynə ağlamaqlığı ayıb bilirsiniz. Kim də İmam Hüseynə ağlamaqlığı ayıb bilir? Kim deyər ağlama sən kərbü bəla sərvərinə? Canımız cümlə fəda olsun onun əkbərinə. Ağlayır ərzü səma teşnə ölən əsğərinə. Bunu inkar edənin zatına lənət Hadi. Axırda gəlir deyir ki, çünki o Hadi Qarabağ əzadarlarına rişxənd eləmişdi. Qarabağ da onda deyim ha, Qarabağ Azərbaycanımızın ən güclü əzadarlar olan məkanı olubdur. Tarixdə, Azərbaycan tarixində Qarabağdır, İrəvandır, yəni Qərbi Azərbaycandır. İmam Hüseyn əleyhissalamın əzadarları arasında bunlar çox yüksək səviyyədə, çox geniş maştabda, həm də şəbihlərin ən gözəl obrazlı surətində tanınmış yerlərdir. Buyurur, mərhəba mülk-i Qarabağın əzadariləri. Seyyid Əzim deyir, mərhəba mülk-i Qarabağın əzadariləri tarı əfsun eləsin sizdəki dindarları. Allah sizin kimi dindarların sayını çox eləsin. Elə İmam Hüseyn aşiqləri sizdərsiniz. Bugünkülər də qulaq assınlar ki, öz soyumuz, kökümüz deyəndə biz onlara oxşamalıyıq.
Mərhaba mülki Qarabağı nəzadariləri, tarı əfsun eləsin sistəki dindariləri. Seyyida bəsdi əgər görsə bu əşariləri, Seyyida bəsdi əgər görsə bu əşariləri, çəkəcək tutduğu kirdara xəcalət hadi. Kirdar yəni çikli bir fikirdir. Mındarçılıqdan əl çəkər. Görsə ki, mən onu necə həcv elədim, daha bir də qələt ələr, İmam Hüseyin əleyhissalamın əzadarına dil uzatmaz. Təşəkkür edirik Hacı bu cür gözəl söhbətlərə görə, bu cür ecazkar şeir nümunələrinə görə, dəvətimizi qəbul edib gəldiyinizə görə sizə ayrıca minnətdarlığımızı bildiririk. Çox sağ olasınız. Təşəkkür edirik. Allah sizdən razı olsun. Allah Teala bizi dünya və axirətdə Əhl-i Beyt əleyhissalatu və salamların qapısından ayırmasın. Allah ölkəmizi, vətənimizi, xalqımızı səlamət eləsin. Amin. Pərverdigar aləm əmin-amanlığımızı günü-gündən möhkəm eləsin inşallah. Amin. Və biz də bu əza günlərində dualar eləyirik ki, Allah təbarəkə və Teala öz rəhmətini, bərəkətini, nemətini, əmin-amanlığını xalqımızın üstündən əskik eləməsin Amin. inşallah. Çox təşəkkür edirik sizə. Sağ olun. Hörmətli tamaşaçılarımız, bugünkü proqramımızı sona çatdı. Verilişimizi məddahımızın çıxışı ilə sonlandırırıq. Mərifət də, həqiqət də haqdandır. Çalışaq nə haqdan, nə həqiqətdən, nə də mərifətdən uzaq düşməyək. Allah amandır. Asgarim ey şirin zabanim, ey mənim ruhilə ravanim. Asgarim ey şirin zabanim, ey mənim ruhilə ravanim. Yat balam eylə istirahat, xəstəsən bari gül sitanim. Yat balam eylə istirahat, xəstəsən bari gül sitanim. Ağlama, ağlama qurbanı axan gözlərvə, sinəmə həsrətlə baxan gözlərvə, sinəmə həsrətlə baxan gözlərvə. Balam lay lay, gülüm lay lay, balam lay lay, gülüm lay lay. Ot tutub yanıram balam vay, dərdimi qanıram balam vay. İstirəm səsliyəm əbəl fəz, şərmidən qalıram balam vay. Lay lay ey, lay lay ey, dərdli anasın dərdə salan. Lay lay ey, həsrəti ürəklərdə qalan. Lay lay ey, həsrəti ürəklərdə qalan. Ağlama, ağlama qurbanı axan gözlərvə, sinəmə həsrətlə baxan gözlərvə, sinəmə həsrətlə baxan gözlərvə. Balam lay lay, gülüm lay lay, balam lay lay, gülüm lay lay. Açmadın dil qəmim çox oldu, qəlbimə nisgülün ox oldu. Açmadın dil qəmim çox oldu, qəlbimə nisgülün ox oldu. Hər yeri sudan ötürü gəzdim,
Heyfala hasilim yok oldu. Her yeri sudan ötürü gezdim. Heyfala hasilim yok oldu. Affela, affela eller bücer bağlamışam. Ben de sen tek sübhe kadar ağlamışam. Ben de sen tek sübhe kadar ağlamışam. Ağlama, ağlama kurban o akan gözlerime. Sineme hasretle bakan gözlerime. Sineme hasretle bakan gözlerime. Balam lay lay, gülüm lay lay. Balam lay lay.